Sumqayıtda belə demək olarsa qeyri-adi hadisə baş verib. Qəribə səslənsə də evli qadın sevgilisi ilə evlənmək və birlikdə yaşamaları üçün mənzil almasına görə ona 16 min manata yaxın pul verib. Daha sonra evdən oğurluq edilməsi səhnəsi yaradıb və polisə şikayət edib. Qadından pulu alan Məcnun yoxa çıxıb. Yalanın ömrü heç 40 gündə çəkməyib. Evli qadının eşq macərası barədə növbəti materialda. Sumqayıt şəhər sakini olan evli bir qadınla 23 yaşlı Nəsimi rayon sakini Elnur Aliyev arasında sevgi münasibətləri bir müddət əvvəl başlayıb. Elnur Aliyev ailəli olan sevgilisinə onunla evlənəcəyini vəd edib və birlikdə yaşamaları üçün mənzil lazım olduğunu bildirib. Məşuquna inanan qadın ona əvvəlcə 12.500 manat, sonra isə 3.500 manat dəyərində qızıl verib. 16 min manata yaxın pulun yoxa çıxmasından evdəkilərin şübhələnməməsi üçün cütlük plan hazırlayıb. Təklifi Elnur Aliyev verib. O, sevgilisinə pul və qızılların oğurlanması ilə bağlı hüquq mühafizə orqanlarına yalan məlumat verməli olduğunu deyib. Elnur Aliyev verdiyi məsləhətdən sonra yoxa çıxıb. Xanım evi dağınıq vəziyyətə getirərək güya evdən oğurluq edilməsi səhnəsi yaradıb. Bundan sonra qadının ailəsi oğurluq barədə polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları müayinələr aparıb, əl barmaq izləri götürüb, zərər çəkən və şahid ifadələr alıblar. Evin xanımının çaşqın ifadələri müstəntiqin diqqətini çəkib. Verilən suallara cavab tapa bilməyən qadın pul və qızıllarını Elnur Aliyevə verdiyini etiraf edib və onun tərəfindən dələduzluğa məruz qaldığını deyib. Qadını isti yuva qurmaq adı ilə aldadıb pullarını alıb yoxa çıxan Elnur Aliyev Sumqayıt şəhər polis idarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri ilə saxlanılıb. Aliyev istintaqa ifadəsində bildirib ki, sevgilisinin evli olmasından xəbərsiz olub. Xanımla mən tanış olmuşdum, bilmirdim evli olduğunu. Yəni, mənə pullar verirdi ki, səndən bir yerdə yaşayaq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.